Ancaq eşitmişəm ki, yəni uşaq traktorun altında qalıb, nə olubsa da. Biz ora çatanda keçinmişdi. Lazım bir yerine çökün. Ne lazım ondan arkadaşlar? Ben geldim dedi bu zaten dediler gel. O da size dedi. Neye geldin? Zərdabda bədbəxt hadisə baş verib. Hadisə rayonun Qoruqbağı kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Yaqub Kərimli özünə məxsus ot bağlayan aqreqatı arxaya verərkən ehtiyatsızlıq nəticəsində qızı 3 yaşlı Əsma Kərimlinin üzərindən keçib. Ağır bədən xəsarətləri alan azyaşlı elə hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və azyaşlının meyidi ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Vallahi ehtiyatsızlıqdan. Kim istəyər üçün balasının belə qəzaya düşər. Oynayarkən olubdu. O uşaq oynayıb, heç onun bilməyib də. Vallahi. Bilmərəkdən olubdu. Bilmərəkdən, özü bilməyibdi. Nədirsə, ehtiyatsızlıqdan olubdu. 4 idi, 2 oğlu, 2 qızı var idi. Bu üçüncü uşaq. 2 qızı, 2 oğlu var. Oynayırdı. Mən görmədim. Mən görmədim onlar. Çünki onların yanında olmamışam. Başqa yerdəydim. Əmrə traktora əlləşirdi da. Nədirsə saxlaya bilməyib onu. Saxlaya bilməyib. Aparatın arkasına. Onu saxlaya bilməyibdi. Əlini saxlaya bilməyib. Biz keçmişik, uca keçmişdi. Biz ora çatanda keçinmişdi. Traktor işlədir. Pres ot bağlayır. Niyə peşman olmur? Niyə peşman olmur? Allahdan gəlib, Allah verib, Allah da alıb bu yolla belə olub. Allah da səbir versin. Uşaq neçənci uşaq idi ailənin? 3-cü. Hə. Neçə yaş var? 3 yaş yarım. Ancaq eşitmişəm ki, yəni uşaq traktorun altında qalıb, nə olubsa da. Hadisə daha olub, Allah səbir versin. Yaxşı, sakit, halal zəhmətlə məşğul olan ailədir. 4 uşağı vardı. Yəni eşitmişəm ki, olub, yəni dəqiq məlumatım yoxdur ki, nəzir olub. Pres bağlayan traktorusu da, dünən saat 6-7 radələrində olub. Siz necə eşitdiniz hadisə, necə eşitdiniz? Valla mən açığı evdə yox idim. Mən də başqa yerdən gəldim, üzü keçmişdi hər şey. Heç nə olub da olacaqdı qardaş. Allah səbir versin, Allah. Yəni kim istəyər ki, belə olsun. Hazırda faktla bağlı Zərdab rayon prokurorluğunda araşdırmalara başlanılıb. Nizami Rəsulov, Aqil Əsədov, Əlbal Əsgərov xüsusi olaraq Dinas TV üçün.